Deməli, biz bu gün danışacağıq sabit elektrik cəryanından. Sabit ümumiyyətlə elektrik cəryanı nədir? Cəryan deyəndə ümumiyyətlə nə başa düşürük? Yəni hər hansı bir hadisənin baş vermə ardıcıllığı. Məsələn, hava cəryanı deyəndə havanın axını başa düşülür. Nə bilim, hadisələrin cəryan eləməsi deyəndə hadisələr axını başa düşülür. Yəni axın şəklinə baxırıq. Elektrik cəryanı da deyəndə təbii ki, yüklü zərrəciklərin axını hərəkətə başa düşüləcək. Çünki cəryanı yaradan səbəb elektrikdir axı, elektrik yükləridir axı. İndi yüklü zərrəciklərin nizamlı, istiqamətlənmiş hərəkəti elektrik cəryanıdır. Deməli, elektrik cəryanı nə oldu? Yüklü zərrəciklərin istiqamətlənmiş hərəkəti. Elektrik cəryanının deməli yaranması üçün əsas şərtlərimiz var. Burada birinci şərtimiz odur ki, deməli, yüklü zərrəcik olmalıdır da. Çünki cəryanı yaradan yüklü zərrəciklərdir. Bunlar olmasa necə olacaq? Birinci şərtimiz oldu yüklü zərrəciklərin olması. İkinci şərtimiz odur ki, elektrik sahəsinin varlığı və bu sahənin yükə etdiyi təsir qüvvəsi lazımdır ki, yəni müsbəti mənfiyə, mənfini müsbətə aparsın ki, nizamlı hərəkət yaransın. Deməli, bizə nə lazım oldu? Həm də deməli, elektrik sahəsi tərəfindən elektrik yükünə təsir edən qüvvə. Bu da oldu. Bir də üçüncü şərtimiz odur ki, dövrə qapalı olmalıdır. Çünki dövrənin hər hansı bir hissəsinə açıqlıq olsa, oradan cəryan keçməyəcək. Deməli, elektrik cəryanının əsas üç təsiri olur. Cəryanın əsas üç təsiri olur. Burada istilik, kimyəvi və maqnit təsirləri var. İstilik təsiri deyəndə, məsələn deyirəm, cəryanın istilik təsirini biz harda görə bilərik? Tutalım ki, hər hansı bir avadanlıq qoşursan, məsələn deyirəm, ütünü qoşdum, ütü neynir? Qızır və sən ondan paltar ütüləyirsən. Deməli, burada cəryanın istilik təsirindən istifadə olundu. Ya da tefalı qoymusan, su qaynayır və su necə qaynayır orada? Cəryanın istilik təsiri hesabına. İşıq təsiri nədir? Məsələn, lampanı vurdun, işıq yandı. Bu artıq olur cəryanın işıq təsiri. Kimyəvi təsir də ki, istilik işıq təsiri bir yerdə gedir. İkincisi kimyəvi təsirdir. Kimyəvi təsiri biz əsasən görürük elektrolitlərdə. Çünki elektrolitlərdə indi inşallah gələcəkdə daha dərindən keçəcəyik, başa düşəcəyik. Orada məsələn duzu atırsan suya, duz natrium müsbət, xlor mənfi ionlarına parçalanaraq cəryan yaradır. Yəni kimyəvi reaksiyalarla cəryanlanır. Maqnit təsiri də ki, ümumiyyətlə bütün mühitlərdə qaz, və sair fərqi yoxdur. Maye, metal, yarımkeçirtçi və sair hamısında maqnit təsiri mövcuddur. İndi bunları bir dənə qeyd edək ki, biz deməli cəryanın yaranması üçün əsas 3 şərt var. Deməli, dövrədə yüklü zərrəciklər olmalıdır, elektrik sahəsi olmalıdır və elektrik sahəsinin zərrəciklərə etdiyi təsir qüvvəsi olmalıdır. Bir də təbii ki, dövrə qapalı olmalıdır. İndi bir də elektrik cəryanının təsirləri var, onları da qeyd edək. Deməli, istilik, kimyəvi və maqnit təsirləri mövcuddur. İndi deməli, belə danışaq da, cəryan mənbələri deyilən anlayışımız var. Bəs cəryan mənbələri nədir? Ümumiyyətlə, cəryanın keçməsi üçün cəryan hər hansı bir mənbədən keçməlidir. Cəryan mənbəsi olmasaydı, cəryan müsbətdən mənfiyə axardı və bununla da dövrə qapanardı. Amma cəryan elə olmur. Cəryan davamlı gedir və bunun da səbəbi cəryan mənbələridir. Çünki cəryan mənbələri dövrədə cəryanın axmasını, yəni elektrik sahəsinin mövcudluğunun davamlılığını qoruyub saxlayan səbəbdir. Cəryan mənbəsi hesabına dövrə davamlı olaraq yenidən yaranır. İndi ümumiyyətlə cəryanın bir dənə şərti işarəsində görək tam anlamaq üçün. Şərti işarəsini deyəndə yəni mənasını. Deməli, fərz edirəm ki, əsasən biz məktəb fizikasında metallardan danışırıq. Ona görə də mən bir dənə metalın üzərində bunu başa salacağam sizə. Fərz edək ki, bu bir dənə bizim metal lövhəmizdir. Düzdür? Metal lövhəmizdir və bu metal lövhənin içərisində əlbəttə ki, mənfi elektronlar var və bu mənfi elektronları belə bu şəkildə göstərək. Belə qarış-quruş bir şəkildə fərz edək ki, mənfi elektronlar dayanıb. Bunları biraz daha kiçik bir şəkildə göstərim. Bunlar olsun mənim mənfi elektronlarım. Və bir də təbii ki, nələr var? Bir də təbii ki, müsbət ionlar var, düzdürmü? Çünki metalın daxilində atomlar parçalanır. Mənfi, sərbəst elektronlar ilə atomu tərk eləyir. Atomlar parçalanır müsbət və mənfi ionlara. İndi burada mən nə görürəm? Görürəm ki, qarışıq-quruşuq bir formadır, düzdürmü? Yəni, bunlar olsun mənim mənfi elektronlarım, içərisində də mənfi yazıram və digərlər də olsun mənim müsbət ionlarım. İndi burada belə bir nəticə meydana gəlir ki, məsələn, tutalım ki, mən bunu elektrik sahəsində yaratdım. Elektrik sahəsi yaratdım burada və burada məsələn fərz edək ki, intensivlik xətlərinin istiqamətində bu şəkildə göstərdim. Bu oldu artıq bizim Y intensivlik xətləri. Biz əzəldən bilirik ki, intensivlik xətləri
neynir? Müsbətdən çıxır, mənfiyə daxil olur. Burada artıq biz elektrik sahəsi yaradan kimi həmən bu mənfi elektronlar, axı yüklü zərrəciklər olar da, yüklü zərrəciklərimiz var. Amma biz bura elektrik sahəsi gətirən kimi təsir edən qüvvə də yarandı. Bu elektronlar o dəqiqə başlayacaq neynəməyə? Hamısı müsbətə tərəf istiqamət almağa. Düzdürmü? Bax, bu şəkildə müsbətə tərəf istiqamət. Əvvəl belə necə gəldi gedirdilər. Amma müsbəti görən kimi başladılar hamısı müsbətə tərəf istiqamət almağa. Bax, ona görə deyirlər ki, yüklü zərrəciklərin bu şəkildə nizamlı hərəkəti elektrik cəryanı yaradır. Yəni, burada mənfi elektronlar gedir müsbətə və salam. Bununla da burada cəryan yaradır. Və bunu biz cəryan mənbəyinə qoşduqda isə buradan mənfi elektronlar təzədən gəlir, bu şəkildə dövrü proses icra eləyir və bunun nəticəsində də cəryan yaranmış olur. Yəni, bunu da anlamamız üçün bu şəkildə göstərdim. Çox vaxt, yəni onsuz da burada iyonları göstərmirlər. Yəni, bizi başımız qarışdırmamaq üçün. Çünki burada yüklü zərrəciklər elektronlardır. İyonları göstərmirlər deyə elə biz də bu şəkildə göstərəcəyik. Amma indi burada cəryanın istiqaməti deyilən anlayış var. Yadımızda bir şey saxlayırıq. Cəryanın istiqaməti hər zaman intensivlik istiqamətində olacaq. Bu bizim üçün cəryanın istiqamətidir. Cəryanın istiqaməti. Bəli, bəzən uşaqlar mənə deyir ki, ay müəllimə, axı burada metalda cəryanı yaradan elektronlardır da, düzdürmü? Və burada elektronlar müsbətə gedir da. Bəs cəryanın istiqaməti elektronun getməsi hesabına yaranırsa, bəs cəryanın istiqaməti niyə belə olmur ki? Axı belə gedir axı cəryan. Elədir, amma cəryanın istiqamətini əvvəldən intensivliyin istiqaməti ilə eyni götürüblər. Yəni müsbət yükə təsir edən qüvvə mənfi yükə təsir edən qüvvənin əksi istiqamətində. Yəni biz həmişə intensivlik xəttləri hansı tərəfədirsə, cəryanın istiqamətində o tərəfə götürəcəyik. Bunu da yadımızda saxlayaq. Aha. İndi cəryan mənbələrindən danışanda da onu deyək ki, cəryan mənbələri müxtəlif olur. Amma onların hər birində müsbət və mənfi yüklərin ayrılması üçün iş görülür da, belə deyək. Və burada qütblərin biri hər zaman müsbət, digəri isə mənfi olur. Cəryan mənbələrində enerji, mexaniki, kimyavi, daxili fərq yoxdur. Hamısı elektrik enerjisinə çevrilir. Cəryan mənbələri hesabına. Aha. İndi biz danışırıq nədən? Bunu bildik. İndi elektrik dövrəsi anlayışımız var. Elektrik dövrəsi nədir? Bir-biri ilə naqillər vasitəsilə birləşdirilən və cəryan mənbələri, qəbul edicilər, qapayıcı qurğulardan ibarət sadə sistemdir, belə deyək. Bu cəryanı biz yəni dövrə şəklində qura bilirik də. Elə bir naqilləri birləşdirirəm, gətirib cəryan mənbəyinə birləşdirirəm, adi laboratoriyalarda zadı görürük, lampaya birləşdiririk, zənciyə birləşdiririk. Buna birlikdə biz elektrik dövrəsi deyirik. Amma elektrik dövrəsini biz kitablarda, testlərdə görə bilmədik. Yəni necə görə bilərik ki, lampanı durub orada rəssam deyirik ki, hamımız lampa çəkə bilərik, zəng çəkə bilərik. Ona görə də şərti işarələr var ki, bu şərti işarələr vasitəsilə biz asanlıqla dövrəni sxematik şəkildə görə bilirik. Yəni sxemlərlə şərti işarə görə bilirik. İndi onları nəzərdən keçirəcəyik. Bu qalvanik elementdir. Buna akkumulyator da deyə bilərik. Yəni cəryan mənbəyidir. Cəryan mənbəyi. Biz həmişə buradan necə götürəcəyik? Cəryanı həmişə müsbətdən başladacağıq. Hər hansı bir hissədən müsbətdən başladıq, belə mənfiyə gətirəcəyik və bununla da dövrə yaranmış olacaq. Qalvanik element nədir? Akkumulyatordur. Yenə dediyim kimi cəryan mənbəyidir. Sabit cəryan mənbəyidir və iş prinsipi də kənar qüvvələrin təsirinə əsaslanır. İndi elektrik hərəkət qüvvəsini keçəndə bunun nə demək olduğunu daha yaxşı başa salacağam. Bu da ikinci elementlər batareyasıdır. Elementlər batareyası da yenə də gördüyümüz kimi birdən çox cəryan mənbəyin birləşdirir özünə. Yenə bu da sabit cəryan mənbəyidir. Onun da təbii ki, iş prinsipi kənar qüvvələrin təsirinə əsaslanır. Yəni eyni qalvanik element kimi. Bu naqillərin birləşməsidir. Yəni görürük ki, iki naqil bir-birinə birləşib. Bu şəkildə naqillərin birləşməsini görəcəyik. 4 şəklində də naqillərin kəsişməsini görə bilərik. Bu da təbii ki, gördüyümüz kimi kəsişmə olduğuna görə bu şəkildə naqillərin kəsişməsi görünür. Bu isə elektrik açarıdır. Elektrik açarı dövrəni açıb qapamaq üçündür. Məsələn, buna K açarı deyirik. Hal-hazırda görürük ki, burada elektrik açarı açıqdır. Yəni bunu buradan belə eləsəm, bu gələcək belə və dövrə qapanacaq. Yəni bu şəkildə buradan cəryan keçmir. Çünki məsələn tutalım mən bunu cəryan mənbəyinə birləşdirsəm, burada cəryan gəldi, buradan keçə bilmir, axı dövrə açıqdır. Cəryan yaranması üçün əsas 3 şərtdən biri dövrənin qapalı olmasıdır. Bu elektrik açarı açıq olanda buradan cəryan keçməyəcək. Amma bu açarı bu şəkildə belə gətirib buradan belə bağlasaq, onda burada cəryan yaranır.
Bu isə elektrik lampasıdır. Elektrik lampası da dövrədə işlədici kimi istifadə olunur. Yəni cəryan keçəndə lampa yanır, lampa daha parlaq yanır, daha zəif yanır və s. belə şeylər ola bilər. İş prinsipi də istilik şüalanmasına əsaslanır. Yəni lampadır da ona görə. Bu isə elektrik zənginin işarəsidir. Yenə də elektrik zəngi də xəbərdarlıq üçün işlədir. İş prinsipi elektromaqnit təsirinə əsaslanır. Yəni dövrədən cəryan keçəndə zəng çalma və s. yəni bu şəkildə düşünə bilərik. Bu isə rezistordur. Rezistorun da şərti işarəsi bu şəkildədir. İndi rezistorun nə demək olduğu, nə etmək olduğu inşallah ohm qanunu dərsində daha yaxşı başa düşəcəyik təbii ki. Yəni nə mənaya gəlir? Rezistor ümumiyyətlə hər hansı bir müqavimətli naqildir. Sadəcə o müqaviməti nə deməkdir və s. onları öyrənəcəyik. Bu isə reostatdır. Reostatda sadəcə sürücü qolu var gördüyümüz kimi. Yəni bu sürücünü bu şəkildə sağa sola hərəkət etdirmək olur. Yəni cəryanı tənzimləyə bilir yolla. Müqaviməti artırıb azaltmaqla cəryanı tənzimləyə bilir. Ona görə də cəryan şiddətini tənzimləyən qurğudur və iş prinsipi təbii ki, naqilin müqavimətinin uzunluqdan asılı olaraq dəyişməsinə əsaslanır. Yəni ohm qanununa əsaslanır. Bu isə qızdırıcı elementdir. Yəni gördüyümüz kimi, ümumiyyətlə qızdırıcı elementdə belə deyə bilərik ki, dövrəni qızdırmaq məqsədilə işlədilir. İş prinsipi də Joule-Lenz qanununa əsaslanır. Yenə də Joule-Lenz qanunu nə demək olduğunu biləndə qızdırıcı elementin, yəni niyə Joule-Lenz qanununa əsaslandığını başa düşəcəyik. Yenə deyirəm, dövrəni qızdırmaq məqsədini daşıyır. Bu isə əriyən qoruyucunun şərti işarəsidir. Bu isə mikrofonun şərti işarəsidir. Mikrofon səs dalğalarını elektrik rəqslərinə çevirmək üçündür. Yəni onun da iş prinsipi elektromaqnit qarşılığı təsirinə əsaslanır. Qalvanometr var daha sonra. Qalvanometrdə dövrdə cəryanın olmağını ümumiyyətlə müəyyən edir. İş prinsipi də maqnit sahəsinin cəryanlı naqilə göstərdiyi təsir qüvvəsinə əsaslanır. Bu da amper qüvvəsidir. İnşallah bu da gələcək dərsimizdə keçəcək. Yəni amper qüvvəsinə əsaslanır da iş prinsipi. Bu ampermetrdir. Ampermetr dövrdəki cəryan şiddətini ölçür. Cəryan şiddətinin nə olduğunu biləndə bunu da anlayacağıq tam. Bu voltmetrdir. Voltmetr dövrdəki gərginliyi ölçür. Bu isə vatmetrdir. Vatmetr də cəryanın gücünü ölçür. Bu qədər sxematik işarəni bilmək bizim üçün kifayətdir. İndi isə biz danışacağıq cəryan şiddəti anlayışından. Ümumiyyətlə, cəryan şiddəti nədir? Biz bayaqki şəkli yenidən qeyd edək. Burada biz gördük ki, məsələn, metal naqilimiz olsun və ümumiyyətlə, daha doğrusu burada intensivlik xətlərini də bu istiqamətdə göstərək. Fərz edək ki, cəryan bu şəkildə axır. Yəni, müsbətdən mənfiyə doğru bu intensivliyin istiqamətidir. Təbii ki, bu həm də bizim üçün cəryanın axma istiqamətini göstərəcək. Burada deməli, hadisə necə baş verirdi? Hadisə bu şəkildə olurdu ki, yəni, elektronlar başlayırdı burada hər birini eləməyə, yəni intensivlik xətləri mən biləm ki, müsbətdən çıxır və mənfiyə daxil olur, düzdürmü? Yəni bilirik ki, dövrənin bu hissəsi müsbətdir, bu hissəsi mənfi. Onda deməli, buradakı elektronların da hər biri bu şəkildə mənfiyə doğru istiqamət alacaq və bu da bizim üçün burada cəryanı yaradan səbəb olacaq. İndi burada cəryan şiddətinin anlayışı nədir? Cəryan şiddəti vahid zamanda naqilin en kəsiyindən keçən yükün miqdarıdır. Yəni, mənim bir saniyədə ola bilər ki, cəryanımın bu hissəsindən 5 dənə elektron keçər. Sənin başqa bir cəryan olar ki, bu hissəsindən 10 dənə elektron keçər bir saniyədə. Onda biz bu iki cəryanı bir-birinə bərabər götürə bilmərik. Axı, sənin cəryan şiddətin deməli çoxdur ki, en kəsikdən bir saniyədə 10 elektron keçib. Məndə amma 2 elektron keçib. Yəni, bu onu göstərir ki, hər bir naqilin cəryan şiddəti anlayışı var. Deməli, cəryan şiddəti nə oldu? Naqilin müəyyən bir en kəsiyindən bir saniyədə neçə dənə elektron keçdi? O cəryan şiddəti anlayışıdır. Deməli, onda cəryan şiddəti qeyd etdiyimiz kimi I bərabərdir yükün, yəni Q-nün zamanı olan, yəni T-yə olan nisbəti ilə təyin olunacaq. I bərabər Q böl T. Bu qədər rahat. İndi buradan da vahidini alsam, yükün vahidi klondur, T-nin də vahidi saniyədir. Amma biz buna amper deyəcəyik bundan sonra. Deməli, cəryan şiddətinin vahidi nə oldu? 1 amper oldu. Bunu da nəzərimizdə saxlayırıq. I bərabərdir Q böl T ifadəsi ilə təyin olunur. Daha sonra mən buradan nə görürəm? Görürəm ki, belə bir qeyd çıxarda bilərik ki, hətta
Burada deməli, Q nəyə bərabər olur? Q bərabər olur I-T-yə. Yəni görürəm ki, cəryan şiddəti yükün zamana görə birinci tərtib törəməsidir. Onda belə çıxır ki, cəryan şiddətinin zamandan asılılıq qrafiklərində hər hansı bir fiqurun sahəsi, məsələn bu fiqurun sahəsini tapsam, S fiqur bərabər olacaq yükə. Yəni o da bərabər olacaq. Burada katetlər hasilinin yarısını alacağım da IT bölə 2. Yəni trapesiya olanda trapesiyanın sahəsini tapacağam. Nə bilim, üçbucaq olanda üçbucağın sahəsini tapacağam və s. Bununla da yükün miqdarını təyin eləmiş olacağam. Çünki yəni bu düstur sabit cəryan üçündür. Digər bütün hallarda biz fiqurun sahəsi ilə gedəcəyik. Aha, və sabit cəryan nə oldu? Sabit cəryan təbii ki, zamana görə dəyişməyən cəryandır. Buradan əlavə düstur da ala bilərəm. Mən bilirəm ki, I bərabərdir Q böl T-dir. Artıq bunu öyrəndim. O da bərabərdir Q-nun yerinə təbii ki, N-Y yaza bilərəm. N-Y bölək T. Bu da oldu bizim yeni bir düsturumuz. Yəni sabit cəryan üçün alınan bir düstur. Bu şəkildə baxa bilərik mənbəyə. İndi burada fərz edək ki, bir dənə qeyd şəklində yazaq o da. Fərz edək ki, bizim bir dənə naqilimiz var. Aha, və fərz edək ki, bu naqilin sahəsi S-dir, uzunluğu L-dir. İçində hərəkət edən yüklərin hər birini Q qəbul eləyəcəm. Yəni fərz edək ki, bu mənim Q yükümdür. Bu şəkildə göstərəcəm. Bu mənim Q yükümdür və təbii ki, bu yük V sürətinə malikdir. Düzdürmü? İndi burada biz cəryan şiddətini ala bilərik. Yəni mən düşünürəm ki, cəryan şiddəti I bərabər idi Q bölək T-yə, düzdürmü? Burada Q-nun yerində belə düşünə bilərəm də, mən Q-nun yerində N-Y yaza bilərəm də, düzdürmü? Yəni Q-nun yerində N-Y yazsam, olacaq N-Y bölək T, düzdürmü? Və burada zamanın da yerində N-Y bölək S böl V yaza bilərəm. Yəni buradan da V qalxır yuxarı, düzdürmü? V qalxır yuxarı. Bax, bu şəkildə düşünə bilərəm. Aha, burada indi S bizdə yolu göstərir. Biz yolu L ilə işarələdiyimizə görə, gəlin burada bunu da L ilə işarələyək. Çünki burada S səthinin sahəsi də yol deyil. Vəssalam, o da bərabərdir. Buradan nə alıram? Burada N, biləm ki, saydır, düzdür? Say özü nəyə bərabərdir? Konsentrasiya vuraq həcm, düzdür? Yəni, N-in yerində konsentrasiya vuraq həcm yazıram. Vuraq Y bölək V bərabərdir L-ə. Daha sonra o da bərabərdir konsentrasiya vuraq həcmin yerində SL yazıram. Vuraq Y, vuraq V bölək L-ə. Buradan görürük ki, L-lər hər tərəfdən ixtisar gedir və belə bir ifadə alınır. Bunu daha yaxşı uşaqların yadında qalsın deyə yerin dəyişirik. Alırıq ki, cəryan şiddəti bərabərdir sahə, elektronun yükü, sürət və konsentrasiya. Seven düsturu deyirlər buna. Hardan gəldiyini bilmək lazım deyil. Əzbərləməyə heç ehtiyac yoxdur. Sadəcə mən özüm istədim ki, hardan gəldiyini də biləsiniz. Yəni bir dənə onu bilin ki, cəryan şiddətinin seven adlı da, yəni sahə, elektronun yükü, sürət və konsentrasiya hasili şəklində cəryan şiddətinin düsturu var. Burada sahənin yerində pi r kvadratı açdığımız vaxt olacaq, pi d kvadrat böl 4 açdığımız vaxtlarda olacaq. O da nəzərimizdə saxlayaq. İndi biz burada bir sırada anlayışları öyrənib, ondan sonra Ohm qanunundan danışmalıyıq. Baxın, yenə həmən dövrəni fərz edək ki, çəkirəm. Həmən dövrəni çəkirəm və düşünürəm ki, bu dövrədə, yenə deyirəm, müsbət tərəfimiz olsun bura, cəryan mənbəyinin, mənfi qütbümüz də olsun bura. Düzdür? İndi burada biz nə demişdik? Burada biz demişdik ki, elektronlar hamısı nə edəcək? Elektronlar hamısı başlayacaqlar müsbətə tərəf hərəkət etməyə. Düzdürmü? Müsbətə tərəf hərəkət etməyə. İndi burada belə bir nüans var ki, bu elektronların hər biri müsbətə tərəf bu şəkildə hərəkət eləyəndə nə baş verir? Bir dənə gəlin düşünək. Burada elektrondan başqa iyonlar da var idi axı. Bu iyonlar həm də elektronlardan dəfələrlə böyükdür. Bu iyonlar elektronların hərəkətinə istər-istəməz mane olur. Yəni elektron getdikcə iyona dəyir, getdikcə iyona dəyir. Düzdür? Hamı bu fikirlə razı olar da. İyonlar elektronlara mane olur və ona görə də elektronlar məcbur olur ki, əlavə iş görsünlər ki, bu iyonları atladıb, belə deyək, müsbətə gedib çata bilsinlər ki, cəryan yaransın. O anlayışa deyirlər gərginlik anlayışı. Yəni, əvvəldən keçmişik bilik. Gərginlik nədir? Sanki elektronları buradan itələyən bir qüvvə var ki, gedin irəli, gedin müsbətə çatın. Yəni, görən bir dənə, iş görən bir dənə əlavə, belə deyək də, nüans var. Ona deyirlər gərginlik anlayışı. Gərginlik anlayışını biz U hərfi ilə işarələmişdik. Onda U nədir?
A bölək Q. Yəni bir yükün gördüyü iş gərginlik anlayışını verəcək bizə. Gərginlik anlayışında onsuz da əvvəldən bilirik də 1 volt qəbul eləmişdik. Onun da asılışı 1 joule bölək klondur, yəni 1 voltdur. Deməli gərginlik anlayışını tam yaxşı başa düşdük, düzdürmü? Yəni elektron əslində gedib müsbətə öz xoşuna çatar. Amma burada ionlarla toqquşduğuna görə zəifləyir də elektronun gedib çatmağı. Ona görə də mənbə özü iş görür, əlavə ki, gedib ionlar elektrona çata bilsin. Daha doğrusu elektronlar müsbətə çata bilsin. Bu şəkildə bu anlayış olur gərginlik anlayışı. Bir də var müqavimət anlayışı. Onu el hərfi ilə işarələyəcək. Adına bax, müqavimət. Müqavimət burada niyə yaranır sizcə? Çünki elektron düppədüz yolu ilə rahatca gedərdi, amma ionlarla toqquşmaya məruz qalır. Bu toqquşmalar da müqavimət anlayışını yaradır və buradan da özümüzdə fikirləşirik. Müqavimət nə qədər artsa, cəryan azalacaq. Ay müəllim, niyə? Çünki müqavimətin artmağı toqquşmanın artmağı deməkdir. Toqquşma da çox olduqca bu elektron gəlib müsbətə çata bilməyəcək də. Ona görə də orada cəryan azalmış olacaq. İndi gəlin Ohm qanunundan danışaq. Ohm da bunu deyib də. Ohmun qanununa görə cəryan şiddəti, yəni I, yəni elektronların gedib müsbətə çatmağı 1 saniyədə keçən elektron sayı nə vaxt çox olar? Gərginlik çox olanda. Yəni itələnmə nə qədər, görülən iş nə qədər çox olsa, gərginlik nə qədər çox olsa, cəryan şiddəti də bir o qədər çox olacaq. Yəni cəryan şiddəti gərginlikdən düz mütənasibdir. Amma eyni zamanda cəryan şiddəti müqavimətdən tərs asılıdır. Niyə? Çünki müqavimət elektronla ionun toqquşmasıdır. Toqquşma nə qədər çox olsa, orada yəni cəryan o qədər az olacaq. Onda Ohm qanununu mən necə yazacağam? Yazacağıq ki, Ohm qanunu üçün yazacağıq ki, cəryan şiddəti bərabərdir gərginlik bölək müqavimət. Bax, bu ifadə bizim üçün çox önəmli ifadədir. Yəni məsələlərimizin, misallarımızın çox böyük əksər hissəsi bu düsturla gedəcək. İndi burada cəryan şiddətinin aydın oldusa, bu şəkildə təyin olunduğu. İndi buradan biz R-i tapsaq, R üçün nə alırıq? R bərabərdir, yəni müqavimətin düsturunu alıram ki, R bərabərdir U bölək I şəklində alınır. Buradan istəsəm vahid də çıxardaram. Vahid çıxardanda mən görürəm ki, 1 volt bölək amper alırıq. Bu da 1 ohm deməkdir. Yəni müqavimətin vahidin bundan sonra ohmla ifadə edəcəyik. Amma bir şey yadımızda mütləq şəkildə saxlamalıyıq ki, burada müqavimət nə cəryan şiddətindən, nə də ki, gərginlikdən asılı deyil. Ay, nə bilim, dövrənin cəryan şiddətini artırdım, dövrənin gərginliyini artırdım. Onlardan mənə nə? Müqavimət naqilin özündə olur. Yəni, naqili fabrikdən necə almısansa, uzunluğu nə boydadırsa, sahəsi nə boydadırsa, materialı nədirsə, müqavimət ondan asılıdır. Yəni, eyni yayın sərtliyi kimi düşünün. Bəs müqavimət nədən asılıdır? Yenə dediyim anlayışlardan asılıdır. Onda müqavimətin öz düsturunu necə qoyaram? Müqavimətin öz düsturu var. R bərabərdir, ρL bölək S şəklində ifadə olunur. Burada ρ xüsusi müqavimətdir. Heç nədən asılı deyil, materialdan asılıdır, belə deyək. Amma müqavimət burada görürəm ki, uzunluqdan düz asılıdır. Yəni, bu o deməkdir ki, mənim R müqavimətli naqilim nə qədər uzun olsa, orada müqavimət bir o qədər çox olacaq. Amma səthin sahəsindən tərs asılıdır. Müqavimətim nə qədər az olsa, sahə nə qədər çox olsa, elə bir ionlarla toqquşma azalır da, yer çoxdur deyə. Ona görə də müqavimət burada ondan tərs asılı olmuş olur. Xüsusi müqaviməti də istəsək buradan taparıq. Rho bərabərdir nə alıram? RS bölək L alıram. O da bərabərdir. Vahid şəklində də baxa bilərəm. İndi bunu ümumi yazacağam. Vahid şəklində də baxa bilərəm. 1 ohm vuraq kvadrat metr bölək metr şəklində alınır. Yəni, xüsusi müqavimətin də vahidi 1 ohm vuraq metr şəklində olur. Bu da olur bizim ohm qanunumuz. Daha sonra burada cəryanın sıxlığı anlayışı var. Cəryan sıxlığı nə olacaq? Elə ki, məsələn, enerji sıxlığı zadda keçmişdik də, yəqin ki, yadınızda qalar. Cəryan sıxlığı belə bir anlayışdır. Yəni, delta ilə işarə eləyə bilərik. Delta bərabərdir cəryan şiddətinin səthin sahəsinə olan nisbətidir. Yaxşımı? Yəni, bunu yadımızda saxlayaq. Cəryan şiddətinin, deməli, səthin sahəsinə olan nisbəti. Vahidinə gəldikdə də 1 amper bölək kvadrat metr şəklində alıram. Niyə? Çünki yenə də buradan görürəm də cəryan şiddətinin səthin sahəsinə bölürəm. Bu olur bizim cəryan sıxlığı anlayışımız. Bir də intensivlik anlayışı bizim qarşımıza çox çıxa bilər. İntensivlik anlayışı da yenə, intensivliyin öz düsturunu biz keçmişdik də.
intensivlik nəyə bərabər idi? Y bərabər idi U bölək D. Yəni burada gətirib U-nun yerində İR yaza bilərəm də təbii ki. İR bölək D şəklində də intensivliyin ifadəsini görə bilərik. O da bərabərdir R-in yerində hətta ROL bölək S yaza bilərəm. Yəni ROL belə yazaq da istəyirsinizsə. ROD bölək S. Nə fərqi var? DL axırı məsafədir də. ROD bölək S bölək D. Buradan da D-lər ixtisar gedəndə alıram ki, İRO deməli bölək S. Bu da olur bizim üçün intensivlik üçün alınan düstur. Əzbərləməyə ehtiyac yoxdur. Yəni yerinə qoyub istənilən vaxt təyin edə bilərik də. Deməli intensivlik bərabərdir İRO bölək S şəklində də bizim qarşımıza ifadə çıxa bilər. Yenə deyirəm, əzbərləməyə ehtiyac yoxdur. Aha, bu da belə. İndi naqillərin ardıcıl və paralel birləşməsi var. Onları da nəzərdən keçirək və dərsimiz yekunlaşsın. Bildiyiniz kimi artıq bu ardıcıl birləşmədə hər bölmədə rast gəldiyimizə görə üzərində çox dayanmıram. Bircə onu bilməliyik ki, ardıcıl birləşmədə cəryan şiddəti sabitdir. Yəni birinci naqilin cəryan şiddəti neçə amperdirsə, ikincidə də həmin amper olacaq. Onda cəryan şiddəti sabitsə, təbii ki, gərginliklər toplanacaq. U1 üstə gələk U2. Burada U-nun yerində IR ardıcıl yazıram, bərabərdir. U1-in yerində IR1 yazıram, üstə gələk IR2 şəklində yazırıq. Buradan da i-nin mötərizə xaricinə çıxardanda R1 üstə gələk R2 qalır. Bərabərliyin hər iki tərəfində i-lər ixtisar girəndə R ardıcıl bərabərdir R1 üstə gələk R2 şəklində alırıq. Vəssalam, bu da olur bizim ifadəmiz. Deməli, ardıcıl birləşmədə ümumi müqaviməti tapmaq üçün müqavimətləri toplamaq lazımdır. Yəni, əgər biz n sayda naqili ardıcıl birləşdirsək, n sayda R müqavimətli, düzdür? N sayda M müqavimətli naqili ardıcıl birləşdirsək, onda burada ümumi müqavimət nə qədər olacaq? Ümumi müqavimət bərabər olacaq N vuraq R, yəni sayına vuracaq. Vəssalam, bu oldu naqillərin ardıcıl birləşdirməsi. Mənə elə gəlir ki, burada çətin bir şey yoxdur. Bu da olsun naqillərin paralel birləşməsi. Paralel birləşmədə də biz onu bilməliyik ki, bu zaman gərginlik sabitdir. U bərabərdir konstant. Gərginlik sabitsə, təbii ki, bu səfər də mən məcburam ki, cəryan şiddətlərini toplayım. Yəni, I1 üstə gələk I2. Burada I-nin yerinə yazıram UR paralel bərabərdir UR1 üstə gələk UR2 şəklində yazmalıyıq təbii ki. Buradan da ortaq məxrəci gətirəndə məxrəcdə R1, R2 qalır. Surətdə də U çıxır mötərizə xaricinə R1 üstə gələk R2 qalır. Burada indi R paralel üçün biz nə alırıq? R paralel bərabərdir R1, R2 bölək R1 üstə gələk R2 şəklində almış oluruq. Vəssalam, bu da olur bizim üçün paralel birləşmə zamanı, yəni ifadə. Onsuz ki, fikir versə, düsturların hamısı onsuz da bütün birləşmələrdə eynidir. Sadəcə biri hansı sabitdir, onları bilmək lazımdır. İstəyirsə, elastiklik qüvvəsində sərtliyin paralel ardıcıl birləşməsi olsun, nə bilim, tutumun ardıcıl birləşməsi, paralel birləşməsi olsun və s. Sadəcə hansında nəyin sabit olduğunu bilmək lazımdır. Əgər n sayda R müqavimətli naqil deməli, paralel birləşmiş olarsa, onda deməli, ümumi müqavimət burada nə qədər olacaq? Bölümü olduğundan, yəni bir müqaviməti böləcəksən saya. Deməli, əgər sən müqaviməti artırmaq istəyirsənsə, ardıcıl birləşdirməlisən, çünki ardıcılda toplanır. Azaltmaq istəyirsənsə, paralel birləşdirməlisən. Cəryanla da tərs asılıdır. Cəryanı artırmaq istəyirsənsə, paralel birləşdirməlisən, çünki paralel birləşdirəndə müqavimət azaldığından cəryan artacaq. Amma azaltmaq istəyirsənsə, ardıcıl birləşdirməlisən. Çünki cəryan ardıcıl birləşəndə müqavimət artır. Müqavimət artdığına görə cəryan azalacaq. Yəni bu şəkildə də bunları yadımızda saxlayaq.